Allah'ın qulları bir neçə günə Ramazanın axır 10 günü bizlərə nazil olacaqdır Allahın izniyle. O günlərdə çoxlu xeyirlər, çoxlu əcrlər vardır və məşhur fəzilətlər vardır və xüsusi əzəmətli xüsusiyyətlər vardır o günlərdə. Peyğəmbər sallallahu aleyhi və səlləm o axır 10 gündə o qədər ictihad ederdi ki, başka günlerde bunu etmezdi. İşte Ayşe anamızdan gelen hadiste radıyallahu anh'a deyir ki, Peygamber sallallahu aleyhi ve sellem Ramazanın ahır 10 gününde çalıştığı kimi başka günlerde çalışmazdı. Ramazanın ahır 10 günü daha çok ibadetleri artırardı. Hadisi Müslim rivayet edilmişti. Həmçinin radıyallahu anh'dan gelen hadiste deyir Allah'ın Resulü sallallahu aleyhi ve sellem axır 10 gündə mizarını çəkərdi, yəni remenini sıxardı, belə deyək. Mizarını çəkərdi və gecəni oyaq qalıb öz əhlini qaldırardı. Hədis Buxari Müslimdədir. Yəni gecəni oyaq qalıb ibadətdə keçirərdi, Quran oxuyardı, zikr edərdi, başqa ibadətlər edərdi və öz əhlini də o ibadətlərə qaldırardı. Bu hədislərdə bu axır 10 günün fəzilətinə dəlalətlər vardı, dəlil vardı ki, həmin 10 gündə insan çalışmalıdır və başqa günlərə nisbətdə həmin gündə ibadətlərini daha çox atmalıdır. Buradakı çalışması, ictihad eləməsi ibadətin bütün növlərini şamil edir. Namazı da, Quran oxumağı da, zikri də, bundan başqa gecə namazlarını qılmaq da hamısına bu nədir, daxildir. Peyğəmbər sallallahu aleyhi ve sellem həmin gecəni neynəyərdi? Oyaq qalıb ibadətdə keçirərdi. Quran oxuyardı, zikr edərdi, qəlbi ilə, dili ilə, bədən üzvləri ilə bu əmrləri yerinə yetirərdi ki, həmin gecədə, həmin 10 gündə bir gecə vardı ki, o Qədr gecəsidir ki, o Qədr gecəsinə düşsün deyə kim Qədr gecəsini imanla, inanaraq və savabını Allah'tan istəyərək durarsa da, ibadətlərdə keçirərsə də onun keçmiş günahları bağışlanar. Həmçinin bu gün axır 10 günün fəzilətinə dalət edən hədislərdən də, hədislərin içində Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, öz əhlini qaldırardı. Ayşə anamız ki, öz əhlini qaldırardı və həmin gecələrdən qənimət olaraq istifadə etməyə çalışardılar. Bütün növ ibadətlərdən payları olsun deyə. Yəni bu ömrün fürsətidir, bu qənimətdir. Kimi ki Allah təala müvəffəq edirsə də onun üçün bir qənimətdir. Bu qənimətdən istifadə eləsin. Möminə əqli olan, möminə caiz deyil ki, bu qiymətli fürsətləri qatırtsın özü üçün. Yəni bu qiymətli fürsətləri qatırtmaq ilə. Yəni bir gün, 2 gün qalıb təxminən axır 10 günə biz daxil oluruq. Yəni bu günlərdə, keçdiyin günlərdə təqsirin olduğun günləri 10 gündə təvid elə, qaytar günə. Yəni artır günə ibadətlərini, özünü ibadətlərlə, zikirlə məşğul elə gələn, yəni bu ömrün fürsətidir. İnsan lazımdır ki, bu fürsətlərdən özü üçün və əhli üçün istifadə eləsin. Əlbəttə bu sayılan bir günlərdir, az bir gündür. Yəni 365 gündə və 355 gündə icra tarixindən olan bir günün içində 10 gün və 10 gün içində isə tək günlər sayılan bir günlərdir. Ola bilsin ki, Allah subhanahu ta'aladan olan bir ataya, bir hədiyyə insan gələr çatar, dünya və axirətin xoşbəxtliyi olar. Yəni sən gəlib həmin o gecəyə düşərsən və o ibadətləri edəsən, dünya axirətinin saadətini qazanarsan, Allah ta'ala sənə verdiyi o xoşbəxtliyi. Ən böyük məhrum olmaq, ən böyük uduzmaq müsəlmanlar bu vaxtlarını, bu qiymətli vaxtlarını boş-boşuna keçirtmələridir. Həmin gecəni görürsən ki, oyaq qalırlar, boş-boş şeylərlə məşğul olurlar. Sonra gecə gəldikdə ibadətlərdən tənbəlləşirlər, ya yıxılıb yatırlar, ya da ki, heç sənin tənbəl olduqları, yorğun olduqları üçün heç bir ibadətlə məşğul ola bilmirlər. Həmin gecəni qəflətdə keçirirlər. Sən bütün gününü boşuna keçirsən, axşam isə heç bir ibadət edə bilmirsənsə də, bu böyük bir uduzmaq, böyük bir məhrumluqdur. İnsan bu günə ola bilsin ki, bir də çatmayacaq, ola bilsin axırıncı ildir. Kimisinin axırıncı il ola bilər. Ona görə çalışmalıdır ki, bu günə çatsın, həqiqətən bu gün Qədr gecəsi ki var, axır 10 gündə, o ən 1000 aydan da olan bir xeyirli gündür, gecədir. İnsan lazımdır ki, o günə çatması üçün çalışsın. Yəni görürsən ki, nə qədər insanlar vardır ki, onları Allahın yolundan azdırırlar, insanlar vardır ki, onları Allahın yolundan azdırır, uzaqlaşdırır, boş-boş şeylərlə, qeybətlə, buna oxşar şeylərlə insanları məşğul edirlər
və xeyirdən özlərini məhrum edirlər. Allah Teala o kəslər barəsində deyir ki, İnnə ibadi leysə ləkə aleyhim sultan. Şeytana bildirir ki, mənim ixlaslı qullarımın üzərində sənin heç bir qüdrəti, gücün yoxdur. Yəni, söhbət burada ixlaslı qullarından gedir. Sonra nə dedi? İllə mən ittəbəəkə minəl qavin. Azmışlardan sənə tabi olanlardan başqa. Yəni, azmışlar sənə tabidir, sənin onlar üzərində gücün, sultanlığın ola bilər. Amma ixlaslı qulların üzərində sənin heç bir gücün, qüvvən yoxdur. Həmçinin bu axır 10 günün xüsusiyyətlərindən Peyğəmbər sallallahu aleyhi ve sellem etikaf edərdi. Etikaf nədir? Etikaf insan meçiddə özünü Allaha itaətə lazım eləməsidir. Yəni ki, hər şeyi tərk edir, insan oturur meçiddə, bütün axır 10 günü Allaha ibadətdə keçirir. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemdən sabit olmuş sünnələrdəndir. Həmçinin həmin vaxtı Allah subhanahu ta'ala orada etikaf keçirən, etikafda olan insanlara öz həyat yoldaşlarıyla yaxınlıq eləməyi qadağan edir. Sual çıxa bilər ki, necə ola bilər ki, meçiddə yaxınlıq eləmək? Yox. Bir insan, etikaf edən insan öz ehtiyacı üçün çölə çıxa bilər. Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün meçiddə etikaf edərkən yoldaşlarından biri meçiddə gəlir, gecə olur və onu evinə yola salır. Təbii ki, evi yaxındır, meçiddə bitişik bir evi. Yəni, hücrətlər hamısı silsiləvi şəkildə bir-birinə bitişik idi. Yəni, öz ehtiyacını ödəmək üçün çıxa bilərsən. Amma çıxdığın müddətdə qadınla yaxınlıq eləmək olmaz. Ehtiyacının dalınca çıxdığın, getdin evə nəsə yemək gətirdin, paltar gətirdin, buna oxşar şeylər, ehtiyacların dalına çıxdıqda Allah subhanahu nə deyir? وَلَا تُبَاشِرُهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ. Siz meçidlərdə olduğunuz müddətdə qadınlarınızla yaxınlıq etməyin, yəni etikafda olduğunuz müddətdə. Peyğəmbər sallallahu aleyhi ve sellem də etikaf edir, onun sahabələri də onunla bir yerdə və ondan sonra da etikaf ediblər. Necə ki, Əbu Said el-Xudri radiyallahu anhudan gələn hədisdə deyir, Ən-Nəbi sallallahu aleyhi ve sellem deyir, Ramazanın ilk 10 günü etikaf edir. Sonra orta 10 günü etikaf edir. Sonra axır 10 gününü etikaf edir və deyir ki, bu birinci 10 gündə Qədr gecəsini axtarır. Sonra orta 10 gündə Qədr gecəsini axtarır. Sonra axır 10 gündə Qədr gecəsini axtarır. Sonra deyir ki, Qədr gecəsi axır 10 gündə mənə verilir. Yəni, birinci 10 gün axtarır, orta 10 gün axtarır. Sonra axır 10 gün axtaranda və həmin gecəni axtaranda deyir ki, kim istəsə, qoy axır 10 gündə etikaf eləsin. Yəni, həmin o Qədr gecəsi axır 10 günə düşür. Baxmayaraq ki, Peyğəmbər zaten birinci onu ilk 10 gündə, orta 10 gündə, sonra axır 10 gündə axtarır və sonra deyir ki, o axır 10 gündə mənə verildi. Yəni, axır 10 günün içində insan o Qədr gecəsini axtarsın, kim istəsə etikaf eləmək, həmin 10 gündə etikafa girə bilər. Ayşə radiyallahu anhadan gələn hədisdə radiyallahu anh demişdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Ramazanda axır 10 gün etikaf edərdi. Hətta Allah subhanahu ta'ala onun canını almışmaya, hətta o dünyasını dəyişənə kimi. Ondan sonra isə onun yoldaşları meçiddə etikaf eləmişlər, hədisi Müslüm rəvayət eləmişdir. Həmçinin Ayşə radiyallahu anhadan gələn hədisdə demişdi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hər Ramazanda etikaf edərdi. Hər Ramazan axır 10 günündə etikaf edərdi. Ölümündən qabaqki Ramazanda isə 20 gün etikaf edir. 10 gün yox, 20 gün etikaf edir sallallahu aleyhi ve sellem. Hədis Buxari Müslimdədir. İmam Əhməd rəhməllah demişdi ki, alimlərdən etikafın sünnə olmasına bir nəfərin də müxalif olduğunu bilmirəm. Yəni, bilmirəm ki, hər hansı bir alim meçiddə etikaf eləməyə, sünnə olmağına etiraz edib, bəxtdən müxalif olubdur. Buradakı etikaf dedikdə insanlardan əlaqəni kəsir və meçidlərin, hər hansı meçidlərdən bir meçiddə özünü Allaha ibadətlər həsr edir. Niyə? Orada olan fəziləti əldə eləmək üçün, savabı əldə eləmək üçün, Qədr gecəsinə çatmaq üçün. Yəni, ona görə etikaf edən kəs lazımdır ki, özünü zikirlə, Quran oxumaqla, namazla və başqa ibadətlərlə məşğul edəsin. Yəni, sən meclisə gəldin, qərar verdin ki, etikaf edərsən və niyyətin insanlarla əlaqəni kəsmək yoxsa orada oturun, internetle məşğul olun, girim, YouTube-a girim, falan yerlərə girim, insanlarla qeybət edin, boş-boş danışın, bu şeylə yox. Sən əlaqəni kəsirsən ki, Allahla öz əlaqəni gücləndirərsən. Ona görə bu gecə mübarək gecədir. Bu gecələrin içində 10 gecə içində bir gecə vardır ki, o mübarək bir gündür, mübarək bir gecədir. Allah subhanahu ta'ala o gecəni başqa gecələrdən bu ümmət üçün şərəfləndiribdir. Bu ümmətə
onun fəzilətini, xeyrini veribdir. Və öz kitabında da Allah Subhanahu taala işarə edərək bildirir ki, İnnə ənzəlnəhu fi leylətin mübarəkə. Yəni biz onu mübarək gecədə nazil etdik. Yəni Quranı mübarək gecədə, yəni Qədr gecəsində nazil elədik. İnnə kunnə mundirin. Biz həqiqətən qorxudanıq. Yəni insanları günahlara düşməkdən, asiliklərdən qorxuduruq. Fiyhə yufraqu kulli əmrin həkim. Yəni həmin gecədə Lövh-ül Məhfuzdan insanların qədəri yazılıbdır. Göylər, yerlər yaranmamış 50 min öncə qədər yazılıbdır. İllik, ömürlük qədər var, illik qədər var, həftəlik qədər var, gündəlik qədər var. Yəni illik qədər həmin gecə nazil olur. Lövh-ül Məhfuzdan mələklərə nazil olur. Mələklər onu öz aralarında paylaşırlar ki, bu günləri, bu ildə kimin ruzusu nə qədəm olacaqdır, kimin əcəli nə qədəm olacaqdır. Bunlar hamısı yazılıbdır. Ona görə arxayan ol ki, ruzundan da arxayan ol, əcəlindən də arxayan ol. Bil ki, sənə yazılandan nə bir şey gedişəcək, nə də tezləşəcəkdir. Necə ki, ölümdən qaçdığın kimi, ruzundan da qaçsan, ölüm sənə gəldiyi kimi, ruzun da sənə gələcəkdir. Allah Subhanahu taala vəsf edir həmin gecənin mübarək gecə olmasını. O da Qədr gecəsidir. Orada çoxlu xeyirlər, bərəkətlər və fəzilət vardır. Və bərəkətlərindən də biri odur ki, həmin gecədə Quran nazil olubdur. Allah Subhanahu taala həmin gecədə Quranı nazil edibdir. Həmçinin Lövh-ül Məhfuzdan mələklərə insanların qədərinin paylanması nazil olur. Onlar bu ruzları və əcəlləri paylaşırlar. Və orada ola bilsin ki, bir insan üçün xeyir olur, bir insan üçün şər olur. Və bundan başqa əmrin həkim, möhkəm bir işdir ki, bu nazil olur. Allahın hikmətli əmirləri ilə, mutqin hikmətli əmirləri ilə. Və orada Allahın əmirlərində heç bir xələl yoxdur, heç bir naqislik yoxdur, heç bir batillik yoxdur. Allah taala bu şeylərdən ucadır. Allah Subhanahu taala bildirir ki, İnnə ənzəlnəhu fi leylətil qadr. Quranı bildirir, biz Quranı Qədr gecəsində nazil elədik. Və mə ədrakə mə leylətul qadr. Sən nə bilirsən Qədr gecəsi nədir? Yəni burada Qədr gecəsi şərəf, təzim mənasındadır. Yəni Qədr sözü şərəf və təzim mənasındadır və yaxud da bir başqa mənada təqdir və qada mənasındadır. Təqdir və qəza mənasındadır. Qədr gecəsi əzəmətli bir gecədir, şərəfli bir gecədir. Allah Subhanahu taala onu ilin bir gecəsi olaraq qoyubdur. Orada həkim işlərinin hökmünü Allah Subhanahu taala veribdir və o gecədə Quran nazil olubdur, bəşərə hidayət olaraq, onlara xoşbəxtçilik, dünya və axirətçilik xoşbəxtçilik olaraq. Və mə ədrakə mə leylətul qadr. Sən nə bilirsən Qədr gecəsi nədir? Buradakı sual təzim və təfxim, yəni əzəmətləndirmək və böyütmək sualı. Yəni bu gecənin şəninin əzəmətli olmasını Allah Subhanahu taala bildirir. Leylətul qadr xeyrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan da xeyirlidir. Yəni orada fəzilət, orada olan şərəf, orada savabın çoxluğu, əcrin çoxluğu, kim onu imanla və savabını Allahdan istəyərək durarsa da həmin gecəni, onun keçmiş günahları bağışlanar. Tənəzzəlül mələikətü və ruhu fi həmin gecədə mələklər və ruh nazil olur. Mələklər və ruh. Ruh, yəni Cibril aleyhissalam. Cibril aleyhissalamı şərəfləndirərək xüsusi olaraq mələklərdən olmağına baxmayaraq onu Allah təala xüsusi olaraq bildirir. Həmin gecədə mələklər və ruh nazil olur. Yəni mələklər Allahın qullarından bir quldur. Allaha gecə-gündüz ibadət edirlər. Onlar təkəbbürlük eləmirlər Allaha olan ibadətdə. Nə yorulurlar, Allahı təsbih eləməkdən, nə də ki zəifləyirlər. Qədr gecəsində yerə çoxlu xeyir və bərəkət, rəhmət nazil olur. Ruh necə ki Allahda zikr elədik, Cibril aleyhissalamdır. Sonra deyir ki, sələmun hiyə. Yəni həmin gecədə salamatçılıq var. Yəni Qədr gecəsi möminlər üçün qorxduqları hər bir şeydən salamatçılıq var. Möminin qorxduğu nədir? Cəhənnəmdir. Mömin qorxur cəhənnəmə düşməkdir. Həqiqi mömindən söhbət gedir. Həqiqi imanı kamil olandan söhbət gedir ki, bunun qorxduğu cəhənnəmdir. Yəni həmin gecədə o qədəm cəhənnəmdən qullar azad olunur ki, o qorxduğu şeydən insan salamat olur. Subhanallah. Ona görə həmin gecə nə vaxt qutarır? Günəşin çıxması ilə. Hətta matlə'əl fəcr. Hətta fəcr çıxana kimi. Yəni fəcr çıxana kimi həmin Qədr gecəsini qutarır. Həmin gecədə o əməl qutarır. Və həmçinin Qədr gecəsinin fəzilətlərindəndir ki, Əbu Hüreyrə radiyallahu anhudan sabit olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, kim Qədr gecəsini
imanla və ihtisabən durarsa da, onun keçmiş günahları bağışlanar. Burada iman dedikdə Allaha iman eləməkdir. Allah Subhanahu taala o gecəni duran kəslər üçün orada hazırladığı savabı iman etməklədir. Həmçinin orada əcri və savabı tələb etməklə ihtisab eləməsidir, istəməsidir. Buradan kim bunu bilərəkdən və yaxud da ki, bilməyərəkdən eləyərsə də, deyək ki, bir insan bilmir. Yəni, o savabı bilmir, inanır və savab istəyir Allah Teala'dan. Bir insan bunu bilmir. Amma həmin gecəni durur, ibadət edib o kəsə də hər ikisinə nazil olur. Şərt deyək yəni ki, ola bilsin, bilməyə bilər, deyək ki, məhrum olmadım. Yox, məhrum olmadı. Amma Allah Subhanahu Taala'nın bu xeyrindən heç vaxtı məhrum etməz. Əgər insan onun gecəni ibadətdə keçirərsə də. Savab böyükdür, onun üçün də Allahın bunları bu axıb 10 gündə çalışın, Ramazanın qiyamlarını, savablarını əldə eləmək üçün həris olun, çünki o əzəmətli bir gecədir. Allah Teala'dan istəyirəm ki, bizlərin günahlarını bağışlasın, o bağışlayandır, rəhm edir.